İnsan orqanizmi mürəkkəb bir quruluşa malikdir və müxtəlif sistemlərdən təşkil olunmuşdur. Bu sistemlərdən biri də dayaq hərəkət aparatıdır. Dayaq hərəkət aparatına skelet, onların birləşmələri və bu birləşmələrdə hərəkət törədən əzəlilər daxildir. Skelet 200-ə yaxın sümüklərdən təşkil olunmuşdur. Bu sümüklərə qulaq sümükcükləri və sesamoid sümüklər daxil deyil. Skeletin çəkisi kişilərdə təxminən 9,5-10 kq, qadınlarda isə 6,5-7,5 kq-a bərabərdir. İnsanın skeleti onun quruluşuna müvafiq olaraq, orqanizmin quruluşuna müvafiq olaraq kəllə, gövdə, yuxarı ətraf və aşağı ətraflardan ibarətdir. Kəllə latın dilində cranium, gövdə latın dilində truncus, yuxarı ətraflar membrum superior, aşağı ətraflar isə membrum inferior adlanır. Kəllə, onurğa sütunu və döş qəfəsi ilə birlikdə oxskelet, skeleton aksiali, yuxarı ətraflar aşağı ətraflarla birlikdə əlavə skelet, skeleton apendikulyari adlanır. Beləliklə, insan skeleti istinad, hərəki lokomotor, qoruyucu və qan yaradıcı funksiyalara malikdir. İrəliləyən videolarımızda biz skeletin ayrı-ayrı hissələri barədə məlumat verəcəyik. Diqqətinizə görə təşəkkür ederim.